Digər mənə ünvanlanan sual budur ki, bu Azərbaycanın Şimali İran adlandırılması məsələsi, yəni və Talış bayrağının Azərbaycan bayrağı, hazırki Azərbaycan Respublikasının bayrağı təyin olması məsələsinin əsası nədir? Bu fantaziya falan deyil. Yəni ki, bunun tarixi əsasları var. Çünki mən baxıram Azərbaycanda belə çox danışırlar. Tarix filan, yəni tarixi köklərimiz filan. Mənim də yəni düşüncəm budur. Azərbaycandakı ümumi düşüncənin əsasıdır. Bizim tarixi köklərimizi göstərir, həm də insanların tələbatını göstərir. Biz tarixi olaraq, yəni Rusiya gəlib İranı işğal edib, şimalını işğal edib və biz oradan ayrılmışıq. Ayrıca sonra Rusiya bizi dövlət edib ki, İrana qarşı proksi kimi istifadə etsin. Amma yəni burada söhbət İranla birləşməkdən getmir qətiyyən. Yəni burada İranla birləşmə söhbəti yoxdur. Çünki bizim artıq 200 ildən çoxdur fərqli tarixçəmiz var. İran cəmiyyəti və Azərbaycan cəmiyyəti çox fərqlənibdir artıq bir-birindən. Burada yeganə oxşar cəhətlər Talışlar arasında qalıb. Valla deyirəm, Azərbaycanlılar orada ilə oradakı Azərbaycanlı, buradakı Azərbaycanlı tamam fərqli şeydir. Oradakı Azərbaycanlılar İslamı dəstəkləyir, buradakı Azərbaycanlılar daha çox ateizmə meyllidir və dinə meylli deyil. Talışlarda isə tamam fərqlidir. Yəni Talışlar eyni Talışlar qalıb həm İranda, həm Azərbaycanda. Məsələ nədir? Demək istədiyim nədir? Azərbaycanın necə tarixinə gediriksə, Azərbaycan adı bizim regionda olmayıbdır. Yəni bizim hazırki ölkənin adı Azərbaycan heç vaxt olmayıbdır. Azərbaycan adı İranın hansısa bir regionudur. İranın hansısa bir regionunu gətirib adını Azərbaycana qoymaq da bu Rusiyanın təxribatı idi. Bu Rusiyanın siyasəti idi ki, Azərbaycanlılarla İranlıları düşmən eləsin. Azərbaycanlılar, yəni indiki Azərbaycanlılardan söhbət gedir. Azərbaycanlı adlı bir şey yoxdur ümumiyyətlə. Azərilər İranlı olub, indi də İranlıdır. Bunu danmırlar. Nəysə, bu məsələlərə çox getməyim. Bu Şimali İran adlandırmaq tam tarixi bir prosesdir və mən bunu hansısa bir zorakı yolla eləyək, nə bilim, gedək, qoparaq, cəng eləyək falan, belə də şeylərdən danışmır. Bu demokratik yollarla olmalıdır. O ki qaldı Şimali İran Respublikasının, yəni hazırki Azərbaycan Respublikasının Talış dövləti olması və yaxud da Talış bayrağının orada olması atribut kimi və yaxud da Talış himninin hazırki Azərbaycanın dövlət himni kimi səsləndirilməsi, bunun da tarixi əsasları var və bunun da seçki yolu ilə olmağının tərəfdarıyam. Tarixi əsas nədən ibarətdir? Ruslar Azərbaycanı, hazırki, yəni İranın şimal hissəsini işğal edəndə nə baş verdi? Nə baş verdi? Burada hansı dövlətlər vardı, hansı anlayışlar vardı? Ruslar bura gələndə xanlıqlar vardı. Şirvan idi, Talış xanlığı idi, Quba xanlığı idi. Bu xanlıqlar mövcud idi və bu xanlıqlar dağıldı. Bakı xanlığı da buna da aiddir. Hal-hazırda Bakı camaatı deyə bir şey qalıbmı? Etnik kimlik olaraq qalmayıbdır. Milli kimlik olaraq qalmayıbdır və yaxud da Şirvan adlı bir şey qalıbmı? Yəni Şirvan milləti filanı qalıbmı? Yoxdur. Belə bir anlayış qalmayıb. Nə siyasi olaraq, nə bir cəmiyyət, sosial, kültürel olaraq heç bir şey qalmayıbdır. Quba da elə bir şey. Yəni Qubanın adı qalıb, o heç. Quba şəhəri var, rayonu var. Amma kökündə bir şey yoxdur. Burada yeganə qalan bir şey Talışlara aiddir. Yəni bizim tariximizdən yeganə qalan hissə Talış xanlığıdır, Talış millətidir, Talış dağlarıdır, Talış məsələsidir, Talış mədəniyyətidir, dilidir. Bundan başqa heç bir şey yoxdur həmin dövrdən qalan. Yəni 2 əsr əvvəl özünü bu günə qədər qorumuş yeganə bir mədəniyyət, yeganə bir siyasi proses Talış prosesidir. Buna görə də Azərbaycanın Şimali İran adlandırılması, hazırki Azərbaycan Respublikasının və onun bayrağının Talış bayrağı olması, dövlət dilinin Talış dili elan edilməsi, həmçinin onun himninin Talış himni olması bu çox normal bir prosesdir, tarixə əsaslanan bir prosesdir və mən yenə deyirəm, mən bunun demokratik yolla, seçki yolu ilə olmasının tərəfdarıyam. Çünki Azərbaycanda heç vaxt seçki baş verməyib, demokratik hərəkat baş verməyib və biz insanların istəklərini manipulyasiya eləyirik. Yəni ortada söhbətlər gəzir ki, guya Azərbaycan türk dövləti falan. Yox, bu dövləti Rusiyanın ortaya atdığı mövqedir. Azərbaycanda siz demokratiya quraq, yəni Rusiyanın gücü çıxsın, ölkədə silah gücü işləməsin. Baxaq görək 2-3 il sonra kim nə istəyir.
Mən sizə %100 deyirəm, Talışlar gələcək demokratik yolla dövləti götürəcək. Yəni ki, bu məsələ belədir. Bunun başqa yolu yoxdur ortada. Nə bilim, türkçülük falan məsələsi ortada ona görə var ki, türkçülər dövlət tərəfindən, Rusiya tərəfindən, Türkiyə tərəfindən dəstəklənir. Bunların arxasında 3 dənə dövlət quruluşu dayanıbdır. Təbii ki, bu halda Talışlar yəni səsini çox çıxarmır, səsini çox çıxara bilmir. Bir şey edə bilmir. Bir şey etsələr həbs olunub öldürülürlər. Təbii ki, belə mühitdə danışmaq mümkün deyil. Və bizə deyirlər ki, sizin səsivsanı, sizin insanlarınızsanı. Girin videolarıma baxın. Videolarımda misal üçün 300 nəfər bəyənmə olur və yaxud da 100-150 bəyənmə olur, tutalım ki. Amma biri də onların şərh yaza bilmir. Biri də şərh yazmır. Şərhlərə baxsan hamısı söyüşlərdir. Nəyə görə? Çünki hökumətdən qorxurlar. Şərh yazacaqlar, adları görünəcək və hökumət bunları izləməyə başlayacaq. Amma insanlar mənim dediyim fikirləri bəyənir. Bu reallıqdır. Hələ mənim böyük bir kütləm yoxdur. Yəni çıxış imkanlarım yoxdur kütləyə. Azərbaycanda güclü təzyiq var. Kimsə paylaşanda problem yaradırlar, kimsə like qoyanda problem yaradırlar, kimsə şərh yazanda problem yaradırlar. Yəni siz Azərbaycanda 200 ildir türkçülüyü yayırsınız, yəni Rusiyanın gücü ilə, Türkiyənin gücü ilə, türkçülüyün, nə bilim, televiziya türkçülüyü qışqırır. Hara açırsan qardaş, xaladenik açırsan üzvə belə türk çıxır. Yəni türk çıxır ki, mən türkəm, türk oğlu türkəm. Yəni bezdiriblər də cəmaatı. Bir milli proses deyil bu, mədəni proses deyil, iqtisadi proses deyil. Ancaq mən türkəm, mən türkəm. Yox, qardaş, gözümün ikisi aydın türksən. Sən neynəmsən bu ölkə üçün? Yəni bu boyda təbliğatdan sonra hələ insanlar yenə çıxıb deyir ki, qardaş, mən Talışam, bu ölkə Talış ölkəsidir. Hələ də bizim insanlar ətrafdadır. Bu qədər insanları həbs eləmisiniz, öldürmüsünüz. Yenə də insanlar çıxıb deyir ki, qardaş, yox, yox, mən türk deyiləm. Qardaş, sən mənim dilimi dəyişə bilərsən, sən məni öldürə bilərsən, sən məni həbs elətdirə bilərsən. Amma deyiləm də türk. Mən Talışam, Azərbaycan da Talış ölkəsidir. Bunu biz yenə deyirik. Yəni sizin bu milyardlarla vəsaitin qarşılığında etdiyiniz ancaq buna gücünüz çatıb. İndi görün demokratiya olsa biz nələr edərik? Nələr edərik? Yəni siz demokratiya olan yerdə, Rusiyanın, Türkiyənin, Azərbaycana təsir eləmədiyi yerdə başınız üstündə deyil ki, bizlə nəsə eləyəsiniz. Eləyə bilməzsiniz, mümkün deyil. Sizin həm silah olaraq, həm proses olaraq, propaganda olaraq arxanızda duran bu iki dövlətdir də. Rusiyadır, biri də ki, Türkiyədir. Yəni bunlar olmayacaqsa, siz də olmayacaqsınız ortada.